Bakıda 8 məktəbli saqqızdan zəhərlənib. Bu və digər xəbərlərdən hali olmaq üçün isə bizə sona qədər baxmalısınız. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Bir gündə 8 məktəbli saqqızdan zəhərlənib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məsələni araşdırır. Mənə isə maraqlı olan digər bir məqamdır. Necə olur ki, zəhərləyəcək qədər ziyanlı bir məhsul piştaxtalarda olur ki, insanlar da gedib onu alsınlar. Ümid edirəm ki, bu məsələdə kim göz yumubsa, bəzi həqiqətlərə kifayət qədər cəzalarını alacaqlar. Bakıda 8 məktəbli saqqızdan zəhərlənib. 14 nömrəli tam orta ümumi təhsil məktəbindən verilmiş məlumatda qeyd olunub ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürək bulanma əlamətləri müşahidə edilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. İlkin araşdırmalarda məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdə saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss eləyib. Təbibdən verilən məlumata görə 11 dekabr tarixində saat 9 radələrində Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb. Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Qarayev adına uşaq klinik xəstəxanasına 5 nəfər, Nərimanov uşaq yoluxucu xəstəliklər xəstəxanasına isə 3 nəfər hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən birinə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib. Məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb. Bildirilib ki, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb, nəticə barədə məlumat veriləcək. Xəstəxanaya müraciət edən şəxsə deyiblər ki, heç nəyin yoxdur, get evdə rahat müalicə al. Bir müddətdən sonra ağrılar keçməyəndə kişi ChatGPT-dən soruşub, bu simptomlarım var, nə ola bilər? ChatGPT isə deyib ki, çox güman sənin apendisin bu dəqiqə əməliyyat olacaq həddədir, təcili həkimə get. Xəstə gedib təbii ki, xəstəxanaya və tələb edib ki, MRT olunsun. Nəticə etibarilə təcili əməliyyat alınıb. Beləliklə də ChatGPT sadəcə insanları müəyyən mənfi məqamlara, yəni bundan əvvəlki xəbərlərimizi izləmişsinizsə, bilirsiniz ki, bir neçə nəfərin ölümündə ChatGPT günahlandırılır ki, intihara sövq edib. Amma bu dəfə də həyat xilas edib. Baxaq. Süni intellekt həyat xilas elədi. Norveçdə 49 yaşlı kişinin həyatını süni intellekt xilas edib. Şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən pasiyentə ilkin müayinədən sonra sadəcə antasid dərmanları yazılıb və evə buraxılıb. Ağrılar davam etdikdə o simptomlarını Qruk süni intellektinə təsvir edib. Qruk isə cavab olaraq perforasiya olunmuş xora və ya qeyri-adi apendisit ehtimalını göstərərək dərhal xəstəxanaya qayıdıb KT müayinəsi tələb etməsini tövsiyə edib. Pasiyent tövsiyəyə əməl edərək yenidən həkimə gedib və Qrukun mesajını göstərərək KT müayinəsi tələb edib. Aparılan tomoqrafiya nəticəsində onun apendiksinin partlama həddində olduğunu müəyyən edib və dərhal əməliyyat alınıb. 6 saat davam edən cərrahi müdaxilədən sonra apendiks çıxarılıb və pasiyentin ağrıları tamamilə yox olub. Dünyada bir çox insanlar donor gözləyirlər ki, orqanları transplantasiya olunsun və sağlam həyata qayıtsınlar. Lakin bu problem hələ də qlobal olaraq qalır. Alimlər isə yeni bir üsulla donorların sayını, daha doğrusu yararlı olan orqanların sayını artırmaq üçün çox maraqlı bir təklif irəli sürüblər. Detalları izləyək. Yaşlanmış orqanların canlandırılması. Yeni elmi icmal göstərir ki, orqanların yaşlanma prosesini geri çevirən və onların funksiyasını yaxşılaşdıran təcrübələr transplantasiya üçün kənarda qalan çoxsaylı donor orqanlarını yenidən istifadəyə yararlı edə bilər. Bu yanaşma dünyada donor çatışmazlığının əsas səbəblərindən biri olan yaşlı donor orqanları problemini hədəfləyir. Tədqiqat müəllifləri qeyd edir ki, yaşlanmış orqanlar mitoxondrial funksiyanın zəifləməsi,
yaşlanmış hüceyrələrin yığılması və iltihabi proseslərin artması səbəbindən transplantasiya sonrası uğursuzluq riskini artırır. Buna görə də çox orqan hər il təhlükəsizlik səbəbilə kənarda qalır. Son tədqiqatlar göstərir ki, seçici dərmanlar, biokimyəvi modulyatorlar və perfuziya texnologiyaları kimi yeni üsullar yaşlanmış toxumaların struktur və funksional səviyyəsini yaxşılaşdıra bilər. Azərbaycanda orqan donoru sayı hələ də azdır və çoxlu xəstələr donor tapmadığı üçün illərlə növbədə qalır. Məsələn, son statistikaya görə ölkədə minlərlə insan orqan transplantasiyası üçün gözləyir. Vətəndaşlar arasında donor olmağa razılıq verənlərin sayı isə nisbətən aşağıdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Böyük Britaniyanın nümayəndə heyətini qəbul ediblər və bu görüşdə bir sıra maraqlı mətləblər müzakirə edilib. Baxaq görək hansılar. Səhiyyə Nazirliyində Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord John Alderdice'in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld və Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Alexander Tyrrell də iştirak edib. Səhiyyə naziri Teymur Musayev Azərbaycan-Böyük Britaniya münasibətlərinin dinamik inkişaf etdiyini bildirib. Nazir ölkə rəhbərliyinin vətəndaşlarının sağlamlığına, xüsusilə şəhid ailələri və müharibə veteranlarına göstərdiyi qayğını vurğulayaraq, Nazirliyin reabilitasiya mərkəzində veteranlara xüsusi tibbi xidmətlərin göstərildiyini deyib. Lord John Alderdice isə Britaniyanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, tərəfdaşlığın ticarətlə məhdudlaşmadığını, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını bildirib. O, Azərbaycanın şəhid ailələri və veteranlara göstərdiyi qayğını yüksək qiymətləndirərək bu sahədə dəstək verməyə hazır olduqlarını qeyd edib. Tənbəllər üçün tez arıqlamağın üsulu. Yəqin ki, eşitmisiniz, buna planka deyirlər. Sadəcə dirsəklərinizi yerə qoyub, ağzı üstə uzanmaqla, günə 3 dəqiqə uzanmaqla kifayət qədər çək itirirsiniz. Mən bu challenge-a başlayıram. Baxaq görək nəticələri nə olacaq. Bir dəfə yoxlamışam, alınıb. Detalları bilmək üçün sona qədər izləyin. Gəlin siz də mənimlə bir yerdə arıqlayaq. 3 dəqiqəlik planka sürətlə çəkini azaldır. Sosial şəbəkələrdə yayılan məlumata görə gündə 3 dəqiqə planka saxlamaq 15 gün ərzində bədənin ümumi tonusuna nəzərə çarpan təsir göstərir. Mütəxəssislər bildirir ki, bu məşq eyni anda 20-dən çox əzələ qrupunu, qarın, bel, çiyin, omba və dərin stabilizatorları aktivləşdirir. Müntəzəm tətbiq edildikdə qarın ətrafında yağlanmanın azalmasına, duruşun yaxşılaşmasına və bədənin daha yığcam görünməsinə şərait yaradır. Mütəxəssislərin sözlərinə görə planka zamanı stabilizator əzələlərinin işə düşməsi metabolizmin cüzi artmasına səbəb olur və gündəlik təkrarlanma ilə bu təsir daha aydın hiss edilir. Tövsiyə edilən proqram ilk gün 30 saniyəlik saxlama ilə başlayır və hər gün müddət artırılacaq, 2 həftənin sonunda 3 dəqiqəyə çatdırılır. Məşqin əsas şərti qəfil ağır yüklənmə yox, ardıcıllığın qorunmasıdır. Məlumata görə düzgün texnika ilə icra olunan 15 günlük planka proqramı qarın əzələlərinin möhkəmlənməsinə, bel nahiyəsinin sabitliyinin artmasına və ümumi özünə inamın hissinin güclənməsinə töhfə verir. Məşq üçün xüsusi avadanlığa ehtiyac yoxdur və planka ev şəraitində rahat şəkildə yerinə yetirilə bilər. İnsan yaddaşını ən yaxşı qabardan məqamlardan biri qoxudur. Tanış qoxunu eşidəndə bəzən bütün uşaqlığımız, bəzən də hansısa bir günü dəqiqliklə xatırlayırıq. Amma və lakin, xoş qoxu bəzən insanın və hətta evdəki heyvanların da sağlamlığına ziyan olur. Mütəxəssislər qeyd edirlər ki, xüsusən evdə işlədilən, havanı ətirləndirən məhsullar pişiklərin sağlamlığına çox ziyandır. Baxaq. Ev qoxuları pişik və itlər üçün zərərlidir. Veterinarlar ev heyvanı saxlayanları populyar aroma diffuzorların təhlükələri barədə xəbərdarlıq edib. Mütəxəssis Mixail Şelyakovun sözlərinə görə insanların xoş qəbul etdiyi bir çox ətirlər, xüsusilə də sitrus tərkibli aromalar pişik və itlər üçün ciddi narahatlıq və toksiki təsir yaradır. Onun sözlərinə görə aroma diffuzorların yaydığı hissəciklər havada qalır. Daha sonra isə səthlərə çökməklə heyvanların tənəffüs
yollarına daxil olur. Heyvanlar həmin tozcuqlara ayaqları ilə toxunaraq onları yalaya və beləliklə maddəni orqanizmlərinə keçirir. Bu isə bədəndə yüksək konsentrasiyaya, sadə qıcıqlanmadan tutmuş daha ciddi fəsadlara səbəb olur. Həkim qeyd edib ki, kəskin və güclü qoxular heyvanlarda stres və diskomfort yaradır. Vaxtında müdaxilə olunmadıqda isə tənəffüs problemlərini ağırlaşdıraraq astmatik əlamətlərin pnevmoniyaya keçməsinə qədər təhlükəli vəziyyətlər yaradır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.